yeniden uzun zaman sonra yeniden ders vlogu çekeceğim. YouTube'da 2 gün bundan evvel anket paylaşmıştım. Bundan sonraki vlog ne vlog olsun? 3 seçenek koymuştum. Ders, tövsiye, bir de eğlence vlogu. 71% ders vlogu seçtiği için ders vlogu çəkirəm. Bugün ayın 7'sidir ve saat 11'in yarısıdır. Akşam 11'in yarısı. Sabah mənim sınavım var. Aylıq sınavım hər iki fəndən, həm coğrafyadan, həm də tarixdən. Və sınağa hazırlaşdığım vaxtı dedim ki, elə fürsət bu fürsət vlog da çəkək. Bu arada tacımı təzə almışam. Çox ikon. Bizim bir qrupumuz var WhatsApp'da, hazır uşaqları ilə sınağa bir gün qalmış hazırlaşanlar. Səhərdən o qrup dağılır. Həqiqətən. Mən qeydlər atıram, məsələləri izah edirəm. Sonra qızlar məsələlər deyirlər. Sonra sınaq testləri atanlar var qrupa. Yəni həqiqətən qrup bu saat çox aktivdir. Bir də sınaqdan sonra görün o qrupa. Elə bir qrup sönür. Of düyməsini basırlar qrupda. Tarixi 3 gün bundan əvvəl təkrarlamışam. Ona görə daha çox üstünlüyü coğrafiyaya verirəm. Çünki son 3 gündür coğrafiyadan ancaq iqlim mövzusunu oxuyuram və hələ də iqlimdən mənə heç nə çatmır. Nə qədər ki mövzunun belə hər şeyin əzbər bilirəm, amma hələ də beynimdə tam oturmayıb da. Ona görə də coğrafiya işləyəcəyik. Birinci məsələləri işləmək istəyirəm. Çünki son keçdiyimiz məsələlərdən çox boşluğum var. Ona görə birinci məsələləri işləyək, sonra mövzulara baxaq. Bir neçə mövzu qeyd eləmişəm boşluğum olan, o mövzulara baxacağıq. Sonra da tarixə keçəcəyik. Bir ayda yazdığımız, 2 ayda deyəsən, tam dəqiq bilmirəm, yazdığımız günlük sınaqlar. Burada da il başlayandan bəri yazdığımız sınaqlar var. Bir də aylıq sınaqları çıxartmışam, indiyə qədər olan aylıq sınaqları. 4 dənə yazmışıq, 3'ü bizdədir. Biri də səhv eləmirəmsə müəllimdə qaldı. Əgər səhv eləmirəmsə, tarixdən 3 dənə belə sınavımız var. Aylıq olaraq da, aylıq sınaqdan gedir söhbət. Coğrafiyadan da belə 3 dənə sınavımız var. Ən son pis yazdığım tarix idi, amma yenə də tarixi təkrarlamıram. Bu nə rahatlıqdır, heç bir fikrim yoxdur. Əslində coğrafiyanı bu qədər təkrarlamama baxmayaraq, coğrafiyanı da yaxşı yazmıram. Yəni mən coğrafiyanı təkrarladığım qədər tarixi təkrarlarsam, tarixi 30-30 yazaram. Neyse uşaqları, konumuz o deyil bu saat. Peki coğrafyanı oxumayım. Tarixə keçim. Coğrafyanı boş verin. Bizim yenə deyirəm, qrupda səhərdən aktivik və qrupa bir dənə sınaq atıldı. Ümumi mövzu ilə əlaqəli. Məsələn, qədim Çin ilə əlaqəli sınaq atılmışdı. Yəni internetdən götürülən sınaqlar idi da. Orada da necədir? Sınaq deyil əslində. Bir sualları verib, amma cavabları da altında mavi rəngdən verib də. Həqiqətən çox qəşəngdir. Mənim çox işimə yaradı şəxsən o. Çox rahatdır da, yəni işləmək. Məsələn, mən qədim Çinin qeydlərin, bir də Romanın 1-2 qeydlərini oradan götürdüm. Yəni eyni şəkildə davam edəcəm. Kitabdan oxumayacağam da. Yəni çünki orada əsas şeylər qeyd olunub. Əsas şeylər yox, bütün ayrıntılarına qədər qeyd olunub. Amma mən əsasları qeyd eləmişəm. Məsələn, qədim Çində ilk təbəqələşmə. Danışmağı unutdum, bir dəqiqə. Məsələn, qədim Çində ilk təbəqələşmə eradan əvvəl 2-ci minillikdə yaranıb. Dəmir emalı eradan əvvəl 6-cı əsr, 6-cı 5-ci əsrlər. Arasız müharibə Vuruşan padşahlıq dövrü. Vuruşan padşahlıq dövründə bu arada nəticəsi Sin sülaləsinin Çinin ərazisini ələ keçirməsidir. Sin sülaləsi də bu arada eradan əvvəl 2000 və 221, eradan əvvəl 206-cı ilə qədər hakimiyyətdə olub. Hakimiyyətə deyəndə, yəni o dövrdə. Danışmağı unutmuşam, mən bu nədir? Sinşuxan din dövrləri, eradan əvvəl 221, eradan əvvəl 206. Çolkam niyə belə durur? Çolkama çox fikir verməyim uşaqlar, yaxşı. Gəlin belə eləyək hətta. Fərqli bir. Belə daha rahat olacam deyə düşünürəm. Sinşuxanədə eradan əvvəl 221, eradan əvvəl 206-cı illərdə hakimiyyətdə olub. Sinşuxanənin dövründə, yəni Sin sülaləsinin dövründə ölkəni 36 vilayətə bölüb mərkəzləşdirmə eləyib. Dövləti
Hərdə elə bir şey idi. Vahid ölçü çəki və pul sistemi yaradı. Eradan və 214-cü ildə Böyük Çin səddi yaranıb. Mən həmişə bunu qarışdırıram. Böyük Çin səddin elə bilirəm ki, Xan sülaləsinin dövründədir. Həmişə bunu qarışdırıram. Keçən sınaqda, ondan əvvəlki sınaqda bunu səhv yazmışdım. Artıq Eradan əvvəl 206-cı ildə Xan sülaləsinin dövrü başlayır. Eradan əvvəl 206-dan bizim eranın 3-cü əsrinə qədər. Demək, Xan sülaləsində Asiya Hun dövlətinin şərq hissəsi əsarət altına alınır. Çin əhalisi vahid xalqa çevrilir bu dövrdə, yəni Xan sülaləsinin dövründə. Sonra Böyük İpək yolu olur. Eradan əvvəl 2-ci əsrdə. Xan sülaləsinin dövründə Qırmızı qaşlılar və sarı sarıqlılar müharibəsi olur. Və bu müharibənin nəticəsində Xan sülaləsi 3-cü əsrin əvvəllərində süqut edir və Çin əvvəlki kimi xırda dövlətlərə bölünür. Sin və Xan sülalələri üçün oxşar cəhət, hər ikisi Eradan əvvəl 3-cü əsrdə hakimiyyətdə olub və hər ikisi Hunlara qarşı mübarizə aparıb. Çətinlik çəkdiyim çox mövzu ümumi tarixdədir. Qədim Romadır, qədim Yunanistandır. Əsas onların qeydini götürəcəm. Uşaqlar, baxın, tarixdən dediyim testlər bu şəkildədir. Bunu biraz yaxınlaşdıraq. Baxın, məsələn, burada yazılıb ki, partislər kimdir? Burada da cavabları verilib. Sonra burada Afina Demos ilə Romada plebeylər üçün oxşar fərqli cəhət verilib. Respublika dövründə ümumi nələr olub, onun verilib və altına cavabları verilib. Və məncə çox rahatdır öyrənmək bundan. Mən bayaqdan buradan öyrənirəm. Təkrarlarımın hamısını buradan eləmişəm, belə axıra qədər. Roman qeydlərinin bir neçəsini götürdüm, amma artıq oxuyuram. Qeyd götürmək biraz vaxt alır deyə. Həm də vaxtım biraz azdır. Buradan öyrənmək çox daha rahatdır, belə öyrənmək. Kitab biraz çoxdur deyə adamın gözünə çox gəlir, amma burada həm sualı verir, həm də cavabı verir deyə daha rahat olur, ən azından mənim üçün. Və bunu hazırlıq daşımız atıb bizə. Həqiqətən çox rahat gəlir və bütün demək olar ki, mövzular var burada. Baxın, Asiya Hun dövlətinin sual cavabı var, Qərbi Hun var, xilafət Xürrəmlər, Xürrəmlər də var. Nə qəşəng. Uşaqlar, mən dedim ki, tarixə keçəcəm, amma keçəmədim. Çünki bu məsələləri eləyə bilmirəm və adım qədər dəminəm ki, sınağa bu məsələlərdən düşəcək. Bu məni narahat edir. Horizontallar verilib, temperatur verilib, ya təzyiqi soruşur, ya da ki, hündürlük verilib, temperaturu soruşur. Belə qarışıq bir şeydir və mən bunu yaza bilmirəm. Çıldırmaq üzərəyəm. Qızlara da yazmışam, heç biri də cavab vermir. Yazmışam ki, gəlin bərabər hazırlaşaq falan. Heç biri baxmır. Dəli olacağım. Mən bayaq story atdım ki, kim boşdursa mənə yazsın, məsələləri bir yerdə yazaq, çünki mən yaza bilmirəm. Müəlliməm yazdı mənə. Dedi ki, nəyə yaza bilmirsən? Mən də atdım məsələni. Məsələ çox asan deyilmiş uşaqlar. Mən niyə bunu yaza bilmirmişəm? Heç bir fikrim yoxdur, yəni. Çox çətin yolları fikirləşirəm. Niyə belə olur? Halbuki çox asan deyilmiş. Nərgiz. Vlog çəkirəm. Sınağa hazırlıq vlogu. Ağlama. Həqiqətən səhərdən burada baxın. Belə savaş alanına dönüb buralar. Çox qəribə bir şeydir. Bayaqdan məsələ işləyirik Nərgizlə. Bir neçə dənə məsələni işləmişik və özümüzü çox qürurlu hiss edirik şu an. Özgüvən taban həqiqətən. Dəhşət bir şey. Doğrudan da özgüvən tavan elədi. Mən desin işləmək istəməm. Sağ ol. Neyse uşaqlar, mən gedirəm birazdan yatsam, tarix oxuyum biraz. Sonra gelip yatacağım. Onsuz da səhər video çəkəcəm. Çünki səhərdir sınaq. Səhər onda. Neyse, gedim səhər açaram videomu. Uşaqlar, mən oyandım. Əslində yarım saat qabaq oyanmışam. Saat 9 işləyib. Hazırlaşıb çıxmalıyam. Üzümü falan yudum, indi kombin eləyəcəyik. Sonra da yemək yiyib çıxacağım.
Təcili sürətlə çıxmalıyam ki, biraz da olsa test atım. Uşaqlar, evdən çıxdım. Gedirəm. İnşallah gecikməyərəm bu arada. Gedirik. İnşallah çox yaxşı yazaram hər ikisində. Mən coğrafiyanı tarixdən yaxşı yazacağımı düşünürəm açığı. Amma yenə deyirəm, heç bir belə dəqiq məlumat verməyim. Hər şey ola bilər. İnşallah yaxşı olar. Həyəcanlısanmı desəz, həyəcanlı falan deyiləm. Dünən daha çox həyəcanlıydım, nəinki bu saat. Bu arada məndə həmişə elə olur. Yəni, mən imtihana gedəndə belə həyəcanlanmamışdım. Tamam ki, bir gün əvvəl falan bir tık nəsə hiss eləmiş ola bilər, amma mən həqiqətən wow həyəcanlanmamışdım. Hətta demək olar ki, 10% falan. Çox qəribə biriyəm həqiqətən. Nəysə, konumuz da deyil. Bu başqa bir videonun konusudur. Uşaqlar, mən çıxdım. Coğrafiyanı belə həqiqətən çox qəşəng yazdım. Gözləyəcəyim indi. Həqiqətən çox qəşəng yazdım. Amma tarixi deyə bilmərəm, yəni heç bir fikrim yoxdur onunla əlaqəli. Coğrafiyada dünən işlədiyim testlərin içindən suallar var idi. O qədər yaxşı bir şey idi ki, bu. Çox qəşəng yazdım. Gecə yatmıyordu. Coğrafiyanı həqiqətən çox qəşəng yazdım. Mən tarixin yerlərdə sürünürük. Mən tarix yazmışam. Nərgizlə biz o qədər... Nərgiz o məsələ var idi, 4000. Onun yenisi topluda var idi, mən yazmışdım. Hansı? 25-ci sual var, Mən dedi cavabı. Mən 28,8 tapdım. Hardan almışsan onu? Yüksəklik istəyir. 28,8 nə demək? Sən 28,8 tapmışam. Dərəcəli sizdə arasında çıxarsan. Bizdə endirdiyi istəyir bizdən. Mən bomba yazmışam. Sən bomba. Bloger. Mən muxtarım. Yağmur gələcəyin ən Məşhur bloger olur. İnşallah. Uşaqlar, sınağı bomba yazdığımız üçün keyif edirəm. Mən coğrafiyanı bu arada bir neçəsini yoxladım. Çoxu düzdür, maşallah, hələ ki göz dəyməyib. Amma tariximi yoxlamağa cəsarətim yoxdur. Yeyim, sonra yoxlayacağım. Acam, beynim işləmir. Mavi popkek. Mən axırın dəfə alıb özüm yeyəndə, bu 60 qəpik idi, 80 qəpik idi. Alıb özün yeyəndə. Hadi afərdim özüm yedim, hə? Muxtar, Adiktonun hekayəsini danışmaq istəyirsən? Muxtar, vloguma ham baxıraq. Ham baxır vloguma. Nə vlog, hə? Vlog. Ay, vlog nə deyil? Uşaqlar, deməli Muxtarın TikTok səhifəsi yemişdi bəzi səbəblərə görə. Və mesaj ata bilmirdi də. Bizim də serimiz var. 190 neçədir? 290 neçədir? 197, hə. 197. Bizim də son 5 şeyimiz qalıb, geri yükləməmiz. İndi dəli olmuşam. Son 2 gün qala açıldı TikTok. Muxtar, nə düşünürsən bu barədə? Heç nə, yaxşı qutardıq, öləcəkdim yoxsa. Gezəmi Edu kompaniya bizimdən sonra. Bombastic side-eye. Burada sizin reklamınız ola bilərdi. Oldu da elədim, Edu kompaniyini yapalım. Muxtar, bəsdir, yaxşı. Yazladım Edu kompaniyaya, bütün Sonra hazırlardan çıxıram. sildirəcəklər Buradan mənim. müəllimlərimə səslənirəm, hamınızdan çıxıram. Sağ olun. Müəllimlər. Gedirəm mən Eduya. Kursa. Uşaqlar, biz testi yoxladıq. Amma hələ ki testi yoxladığımız heç kim bilmir. Hardan yoxladıq desəz, Geminidən yoxladım. 30'a 12. Məndə tarix 30-a 17-dir hələ ki, amma açıq suallarsız da, açıq suallar yoxlamamışam. Coğrafiyada açıq suallarsız 30-a 20-dir. Bilirəm bu işi uşaqlar. Amma yenə deyirəm, açıq sualları bilmirəm. Muxtarda da tarixdən 12 dənə. 12 dənə. Ən azından Muxtar 50% də çatmamısan ki. Bilmirəm mən. Bilmirəm nədir, xəstəsən? Çünki bundan qabaqçında 18 öncüm var idi. Bundan qabaq gün nətər yazmışdın ki? O içərdə hamı olanda yaza bildik də. Hamı, Elçman müəllim ona görə. Yox, mən hazır yoldaşlarımı görüb ilham alıram. Hə, sən Allah. İlham aldığım üçün yaza bilirəm. Amma Yox, müəllim dedi ki, mənə o gün məktəbdə dərs vaxtı yazanda hamı bir-birini tanıyır deyə köçürürsüz. zor da.
Mən keçən səfər heç götürə bilməmişdim ki. Sən oturmuşdun qıraqda, kitabını qoymuşsan ortalığa, ki sənə götürməcək. Çox bilirsən amma. Mən qoymamışdım, Turan müəllim qoymuşdu. Məndən də şeyin arasına qoymuşdu, daha ki. Amma qoyanda burada indi açıq deməyim də dayıcı. Turan müəllim deyil şeysən. Açıqla. Köçürdü, iyice köçürmüş. Harcı 20'sini köçürmüşük də. 30 sağlı 20'si 20'sini köçürmüşük. Turan müəllim. Gəlib doğrudan ortaya kitab qoydu. Dedi bir şey eləmişik bizi. Həll eləmiş. Artıq hər şey üçün çox geç. Ay, yo, mən keçən səfər köçürə bilməmişdim. Mən 16 dənə yazmışdım coğrafiyadan. Hamı 20 plus yazmışdı. Çox pis olmuşdum yəni onda. Amma bu səfər qəşəng. Muxtar bəsdir, az iç otur bunu. Nə fayda eləmə alma. Ekolojik. Bunlar mənim gözlərimdən ilə. İndi köftə 3 bölü 2. Biz də bu silindirdir. Bax, silindiri burada çəksək, bax, buradan göstərsək. Bir dənə bucağı bizdən, məsəl üçün, bax, bu bucağı soruşur, buradakı bucağı. Onu mən burada düz bucaqlı formada göstərəcəm. Bura radiusdur, bura hündürlükdür, bura diaqonalıdır. Başa düşdünüz? Bu radius, hündürlük, diaqonal. Bizdə də radius buradırsa düzdür, hündürlük budursa, bura bir alfa bucağı versək, qarşı katetin o biri katete nisbəti ya da ki bu katetin buna nisbəti bizdə kotangensdə iki katetin olacaq bu kotangens düzdür. Bu da yazacağım onda kotangens alfa bərabərdir nəyin? Erin haşa bölünməsi. O da nəyə bərabərdir? Köhtə 3. Yəni köhtə 3 bölü 2-yə bərabər. Köhtə 3 bölü 2-ni harda alır? Alfa 60 dərəcədə alır. Mən gəldim və ümumi bir gün ərzində onları bir danışım sizə. Sınavı həqiqətən çox yaxşı yazdım, maşallah. Coğrafiyanı nisbətən tarix, hətta nisbətən yox, çox yaxşı yazdım tarixdən. Əslində tarixdə pis yazmamışam, amma coğrafiyanı çox daha rahat yazdım. Tarixi çox çətinliklə yazdım, ki tərəddüddə qala-qala yazdım. Amma coğrafiyanı elə olmadı. Tərəddüddə qaldığım 2 sual var idi. Bir də açıq suallar, bəziləri tərəddüddə idi. Yəni belə, amma çox rahat yazdım həqiqətən və heç belə yazacağımı düşünmürdüm də açığı. Dəhşət dərəcədə yuxum gəlir. Aşırı dərəcədə yuxum gəlir həqiqətən. 4 saat yatmışam. Bu mənim üçün çox böyük bir şeydir. 4 saat yuxu ilə ayaqda qala bilmək. Belə. Bu arada videonun sonunda nəticələri paylaşacağam. Nəticələri, tam dəqiq nəticələri paylaşacağım. İndi nəticələri bilirəm azdan çoxdan, amma açıq sualları dəqiqliklə bilmirəm. Ona görə indi deməyim. Zaten videonun sonunda nəticələr çıxanda paylaşacağım. Bu videonun da sonuna gəldik. Sona qədər izlədiyiniz üçün təşəkkürlər. Digər vloglarda görüşərik. Bay bay.